Dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində növbəti addım atılıb. Dövlət Su Ehtiyatları Agentliyinin təqdim etdiyi rəqəmsal xidmətlər artıq vahid platforma üzərindən istifadəçilərə təqdim olunacaq. Bu çərçivədə e-Su mobil tətbiqinin fəaliyyəti dayandırılır və xidmətlər MyGov platformasına inteqrasiya edilir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün fəaliyyət planının icrası istiqamətində Dövlət Su Ehtiyatları Agentliyi ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Rəqəmsal dövlət xidmətlərinin bir pəncərə prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində mayın 12-dən etibarən e-Su mobil tətbiqi fəaliyyətini dayandıracaq və rəqəmsal xidmətlər artıq MyGov platformasında əlçatan olacaq. Bu vaxta qədər MyGov tətbiqində 6 xidmət mövcud idisə, bu müddətdən sonra artıq daha 7 rəqəmsal xidmətin tətbiqə inteqrasiyası başa çatmışdır və qarşıdakı müddətdə digər kommunal xidmətlərində tətbiqə əlavə olunması üzrə işlər davam etdirilir. MyGov platformasında hazırda mövcud olan xidmətləri diqqətinizə çatdırırıq. Abonent məlumatlarının dəyişdirilməsi, sayğac göstəricilərinin təqdim edilməsi və hesab fakturanın formalaşdırılması, rəqəmsal müraciət, borcun araşdırılması üzrə müraciət, əhali qrupu üzrə istehlakçılara su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi, yəni arayışın verilməsi, su borcunun internet vasitəsilə ödənilməsi. Qeyd edək ki, MyGov bütün dövlət xidmətlərini tək bir mərkəzdə birləşdirərək vətəndaşlara vahid platforma kimi xidmət göstərir. Bu yanaşma vətəndaşların dövlət xidmətlərinə daha operativ və rahat çıxışını təmin eləyir.